şagirdlər, bu gün Qalata Mat 1 basit eşitsizlik testi üçün Əli ilə bir yerdə işləyəcəyik. Əli. Birinci sualda hər tərəfi neçəyə vurun? 2. Oldu 8, kiçikdir x plus 1, kiçik bərabərdir 10. Hər tərəfdən 1 çıxıram, 7 kiçikdir x, kiçik bərabərdir 9. Yəni 7-dən 9-a qədər. 5-ci suala baxaq. 5-ci sualda yuxarını 3-ə vururam, 3x üstə gəlib 9, kiçikdir x plus 1. Buradan da alınır 2x kiçikdir mənfi 8, x kiçikdir mənfi 4. Bu aydındır. Bəli. Bunu da həll eləsək, bu mənfi 2-ni 4-ə vursam mənfi 8. Bir də x üstə gəl ona vuranda olur mənfi 8x çıx 80. Kiçikdir x çıxılsın 8. X bura keçsə mənfi 9x kiçikdir 72. Mənfi 9-a bölündə x böyükdür mənfi 8. Deməli mənfi 8-dən böyük olmalıdır. Mənfi 4-dən də kiçik. Yəni E variantı. Aydındır. İkinci suala baxaq. İkinci sualda hər tərəfi 5-ə vuram. Mənfi 35. Kiçik bərabərdir 2x çıx 3. Kiçik bərabərdir 5. Üstünü 3 gəlirəm. Mənfi 32. Kiçik bərabərdir 2x. Kiçik bərabərdir 8. 2-yə bölürəm. Mənfi 16. Kiçik bərabərdir x. Kiçik bərabərdir 4. Mənfi 16-dan 4-ə qədər, yəni C variantı. 6-cı suala baxaq. 6-cı sualda bizə deyib ki, 2x daxildir 2 ilə 12-yə. Biz bunu 2-yə bölürsək, x daxil olur 2-dən 6-ya qədər. Və bizə deyib ki, x daxildir a üstə gəl 5. Yəni burada a 2-dir. Burada fikir verir ki, a-nın yerində 2 var. Bu a üstə gəl 5-də, 2-nin üstünə 5 gəndə nə olur? 7-dir. Daxil olmayan 7-dir. Yəni bu o deməkdir ki, x daxildir a-dan a plus 5-i 2-dən 7-yə kimi. Burada da böldük, gördük ki, həqiqətən x 2 alınır. Başa düşdün? Yəni a da oldu 2. Daha doğrusu 2-yə bölündə aldığımız cavab. Üçüncü suala baxaq. 3 tipli sualları həll etmək üçün bunları ayrı-ayrı həll etmək lazımdır. X çıx 4, kiçikdir 2x. 2x o tərəfə atsam nə olur x-dən 2x çıxanda? Mənfi x. Mənfi 4 də keçir bura 4. Mənfi x kiçikdir 4. Mənfiyə böləndə nə olur bunu Əli? X böyükdür. 4. Mənfi 4. Mənfiyə böldük. Bunu həll edək. 2x kiçikdir. Deməli aşağıda da 2x kiçikdir x plus 5-i yazıram. 2x-dən x çıxır, x kiçikdir 5. Deməli mənfi 4-dən böyükdür, 5-dən kiçikdir. C variantı. 7-ci suala baxaq. Elmir də qoşuldu bizə. Bu mötərizanın çıxanda nə alınır Elmir? 4x üstə 4. Böyükdür. Mənfi x üstə gəl 9. Mənfi x keçir bura olur 5x böyükdür. 9-dan 4 çıxdıq 5. 5-ə bölündə x böyükdür 1. Bu aydındır. Bunu həll edək. Əli de, mənfi 2x sonra keçsə nə olacaq? Mənfi 2x bu tərəfə keçəndə. X. X ilə 2x toplayırıq Əli. 3x. Kiçikdir. Elmir mənfi 3 bu tərəfə keçəndə nə olur? 7. X kiçikdir 7 bölü 3. 1-dən böyük 7 bölü 3-dən kiçik A variantı. 4-cü sual. 4 50-dir. 4 keçsə o tərəfə nə olur? 12. 3-ə bölürəm x kiçikdir 4. Elmir sən də bunu da 1 keçsə sağ tərəfə nə olur? 4. Niyə? 1 o tərəfə keçsə 6 kiçikdir 2x. Bu o deməkdir ki, 2x 6-dan böyükdür. Hər tərəfli 2-yə bölsəm x böyükdür 3. Yəni 3-dən böyük 4-dən kiçik D variantı. 8-ci suala baxaq. 8 tipli suallarda nəyə diqqət etməliyik? Mənfi x kiçikdir 4. Bu o deməkdir ki, x böyükdür mənfi 4-dən. Mənfiyə böldüm. Bu aydındır. Yox. Əgər məchul olarsa, məchulu çarpaz vurmaqdan başlaya bilmirəm. Çünki x-in nə olduğunu bilmirəm. Ona görə belə bir şey edəcəm. Bunları bir tərəfə keçirəm. 1 bölü x kiçikdir 2 böl x plus 1. Böyükdür 0. Bunları bir məxrəcdə yazıram. X vur, x plus 1. İndi çarpaz vuram. 1x üstə gəl 1-ə vuranda x üstə gəl 1. 2-ni x-ə vuranda mənfi 2x. Bura qədər aydındır. Davamında olur 1 çıx x böl x vur, x plus 1 böyükdür 0. Bu sualları həll edəndə bu əslində ikinci dərəcədən denkləmlərə gəlir. Amma Qalata bunları birinci hissəyə salıb. Surəti də məxrəcdə 0 eləyən qiymətləri tapıram. Yuxarının 0 eləyən qiymət nədir? 1. Aşağının nədir? 0, bir də mənfi 1. Ondan sonra belə bir qayda var. 1-dən böyük qiymət verir. X-ə 1-dən böyük qiymət versən, məsələn, x-in 2 olduğunu düşünün. 1-dən 2 çıxanda yuxarı mənfi alınır. X-ə 2 verirsən, aşağı nə alınır? Müsbət. Mənfini müsbətə böləndə nə olur? Mənfi. Deməli, bu oldu mənfi. Aydındır.
0-1 arası qiymət verirəm. Məsələn 0,5. Yuxarı müsbət alınır, aşağıda müsbət alınır. Bura oldu müsbət. -1-0 arası qiymət verirəm. -0,5. Yuxarı yenə müsbət eləyəcək. Aşağıda biri mənfi, o biri müsbət, mənfi alınacaq. -1-dən balaca versəm, məsələn -2. Bura müsbət olacaq. Aşağıda da hər ikisi mənfi vuranda müsbət. Bura oldu müsbət. İndi biz böyükdə 0 axtardığımız üçün müsbət olan hissələrə baxıram. Yəni mənfi sonsuzluqdan -1-ə qədər və müsbət başqa harda var? 0 ilə 1 arasında. Bu aydındır. Aydın uşaqlar. Bəli. X böyükdür -4. -4-dən böyük olmalıdır. İndi bu iki şərti kəsişdirməliyəm. -4-dən böyük olmalıdırsa, bu mənfi sonsuzluqdan gəlir. Bunu hamısını götürməyəcəm. Məsələn, -100 daxil deyil. Ona görə başlayır -4-dən, gəlir -1-ə qədər. -4-dən -1-ə. Bir də birləşmə 0-dan 1. Birləşmə 0-dan 1 arası. Bu da görək bizim variantlardan hansına uyğundur. Bu belədir. Bax, B variantını fikir verin. B variantı deyib ki, -4-dən 1-ə kimi bir dənə -1 ilə 0 ortasını çıxıb. Eyni mənanı verir. -4-dən 1-ə qədər çıxılsın 1-0 arası. Yəni, bu variant olacaq cavab. 9-cu sual. 9 tipli suallarda x 4 ilə 6 arasında da bizə x kvadrat lazımdır. Burada rahat uşaqlar. 4 ilə 6 ikisi də müsbət ədəddir. 4-ün kvadratı nə olur? 16. 6-ın kvadratı demək 16-36 arasındadır. 13-cü sual vurmadır. Bu da ikisi də müsbətdir deyə çox rahatdır. 3-ü 4-ə vururam 12, 5-i 6-ya vururam 30. Sol tərəf 12, sağ tərəf 30. Bu biraz mənfi ədəd olma artıq çətinləşir. Məsələn 10-cu sual. Çətin deyil əslində. -4-dən 2 arasındadır. Burada diqqət eləməliyəm ki, -4 və 2 arasında kvadrat ən balaca ədəd nədir? 0. Əla elmir. Bura olur 0-ın kvadratı. Kvadratı ən böyük ədəd -4-ün özüdür. Olur 0, amma 0 daxildir, çünki 0 axı bu arada var. Ona görə 0 daxil olacaq, amma 16 daxil olmayacaq. O da B variantı. Aydın oldu? 14-cü sual vurma. Burada da artıq mənfi ədədlər var, diqqət eləməliyəm. Bir dənə x, bir dənə y seçəcəm. X, y-ə vuranda alınan ən böyük və ən kiçik qiyməti yazmalıyam. Uşaqlar, buradan bir dənə x, bir dənə y seçsək, nəyə vuranda ən böyük qiymət alınır? 4-3. Əla, 4 vur 3. Bəs nəyə vuranda ən balaca qiymət alınır? 0-dan nəyə? Burada 0 yoxdur, 0-dan işimiz yoxdur. Sırf kənarlar. Yox. 2 eləyəcək, burada mənfi cavab da ola bilərsin. Düşünmə ki, 4 istifadə eləmişimsə bir də eləyə bilmərəm. 4, -2. 4-ü -2-yə vursam, -8 eləyir, elə deyil. Kiçik istəyir. Bəli, -8 və 12 arası. 12 daxildir. 12 niyə daxildir? Çünki buranın hər ikisi daxildir. Aydındır? 11. X kvadrat. -7 və -2 arasında kvadrat ən böyük ədəd nədir? -7. Əla. Bu sağ tərəfə yazıldı. Sol tərəfə nə yazılacaq? -2 kvadratı. Əla. Sual vermir. Əli də səs eləməyə başlasa yaxşı olur. 4 kiçik bərabərdir. X kvadrat kiçik bərabərdir 49. 4 daxil deyil. Çünki bu 4 -2 daxil deyildi. Deməli 4 daxil deyil, amma 49 daxildir. D variantı. 15-ci sual. X kub istəyir. Bu daha rahatdır. Çünki kubda rahat hesablamaq olur. Mənfin kubu müsbətdir, müsbətin kubu. 3-ün kubunu yazıram bu tərəfə. Sol tərəfdən alınacaq. -4-ün kubu. Ən balaca olur da. -64, 27. Aydındır. 12. 12-də -11 ilə 3 arasında x kvadratın maksimum qiyməti, x kvadratın minimum qiyməti. Tapaq ayrı-ayrı. Maksimum x kvadrat nə olar? Nəyin kvadratı ən böyük olar bu arada? Əla elmir. Nəyin? -11-in kvadratı ən böyük variantdır. Bu arada kvadrat ən balaca ədəddə nədir? 3-ü niyə götürmürəm? X daxildə z verib deyə. 3-ün özünü götürmə şansım yoxdur. X maksimum 2 olar. Bir də niyə 3 olsun ki, elmir? Kvadrat minimum 0-da. Bu arada 0 var da. Kvadrat ən balaca ədəddə 0-dır. Olur 121 və 0. Oldu 121. Aydındır? 16-cı sualda -7 böl 2-dir, bir də -3 böl 2-dir. Bizə bunların kvadratları lazımdır. Amma burada x daxildə z verib. X daxildə z veribsə, bura -3 olar minimum. Maksimumda bu -1.5-dir. -1 olar.
Bu ədədlərdən də kvadrat ən böyük olan -3-ün kvadratıdır, 9 edir. Burada artıq -7 bölü 2 ilə -3 bölü 2-ni özüm götürmürəm. Çünki x daxildə z verib. Yoxsa onu götürüb kvadratını alardım. Aydındır?